Salam, sabahınız xeyir, gününüz uğurlu olsun. Bəli, bildiyimiz kimi Ramazan ayında orqanizmin suya daha çox ehtiyacı olur. Bəs bu su balansını bədənimizdə necə təmin etməliyik? Bu haqda bizə Şəbnəm xanım deyəcək. Sabahınız xeyir olsun. Salam. Ramazan ayında su balansını təmin etmək üçün indi qeyd edəcəyim qaydalara əməl olunmalıdır. İlk əvvəl iftarı bir stakan su və xurma ilə açırıq. İftarı açdıqdan sonra şorba qəbulu, az duzlu şorba qəbulu daha məsləhətdir. İftardan sahura qədər olan müddətdə bədən çəkisindən asılı olaraq 1,5-2,5 litrə qədər su qəbul olunmalıdır. Ancaq bu su birdən-birə iftardan dərhal sonra çoxlu miqdarda qəbul olunmamalıdır. Hissələrə bölməliyik. Məsələn, saat başı 1 stakan, 2 stakan su qəbul olunmalıdır. Bundan əlavə olaraq duzlu, ədviyyatlı qidaların qəbulundan çəkinməlidir. Çünki belə qidaların qəbulu su itkisini artırır, susuzluq hissini artırır. Növbəti gündə suya daha çox tələbat yaranır. Əsasən tərkibində su daha çox olan meyvə, tərəvəzlərə daha çox üstünlük verilməlidir. Bu qidalara məsələn xiyar, pomidor, kahı, qatıq, ayran belə qidalar əgər yay aylarıdırsa qarpız yemiş də qəbul oluna bilər. Bundan əlavə olaraq kafeinli içkilərin qəbulundan qaçınmalıdır. Bura çay, kofe, kola kimi içkilər aiddir. Əsasən də belə kafeinli içkilərin qəbulu sahurda qəbul olunmamalıdır. Çünki belə içkilər sidik qovucu effekt verir, su itkisini artırır. Əlavə olaraq onu da qeyd edim ki, şirin qazlı suların qəbulu da məsləhət görülmür. Çünki belə şirin qazlı suların qəbulu düzdür, susuzluq hissini yatırsa da, ancaq növbəti gün suya tələbatı artırır. Eyni zamanda şirin qazlı suların qəbulu qanda şəkərin qalxıb düşməsinə də səbəb olur. Sahur mütləq qəbul olunmalıdır. Çünki əgər sahurda heç bir qida qəbul etmədikdə, maye qəbul etmədikdə növbəti gün susuzluq hissi daha da artır, halsızlıq yaranır, dehidratasiya riski yüksəlir. Eyni zamanda Ramazan ayında su itkisini itirməmək üçün, suyu daha çox itirməmək üçün, məsələn, günəş altında çox olmamalı, ağır fiziki işlərdən qaçınmalıdır, günəş altında ağır fiziki işlərdən qaçınmalıdır. Eyni zamanda əgər çox tərlədən idmanla məşğul oluruqsa, bu idman növünü iftardan sonraya keçirmək daha məsləhətdir. Təşəkkür edirik ətraflı məlumat üçün. Çox sağ olun.